فإنه من يعش منكم فسيرى اختلافا كثيرا فعليكم بسنتي ما تنشئون حزبا. Qardaş deyir ki, həmişə biz qardaşların işlətdiyi bir söz var. Allah üçün qardaşları sevirəm. Allah üçün sevgi necə olmalıdır? Və aleykum salam və rahmetullahi və barakatuh. Şək yoxdur ki, Allah üçün sevgi əfsəl əməllərdəndir. Hətta hədisdə varid olub ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, əvsəqu ural iman, əl-hubbu filləh vəl-buğdu filləh. İmanın ən möhkəm düyünü Allah üçün sevmək və Allah üçün nifrət etməkdir. Hədis ümumi yolları ilə Şeyx Albani rahimehullah Həsən li qeyrihi adlandırıb, yəni səhih tərğibdə, yəni Həsən li qeyrihi də, yəni məqbul olan, əməl olunan hədislərdəndir şəriətdə. Və başqa hədisdə də Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Thələthun mən kunnə fihi vəcədə bihinnə halavətəl iman. Üç şey kimdə olarsa, o üç şeylə imanın şirinliyini dadar. Birincisi, əyyəkun Allah və Rasuluhu əhəbbu iləyhi mimmə sivəhumə. Allah və Rasulü onun üçün ondan başqalarının hamısından daha sevimli olar. İkincidir, əyyuhibbəl mər'ə lə yuhibbuhu illə lilləh. Bir nəfəri sevir, onu yalnız Allah üçün sevir. Üçüncüsüdür, əyyəkrəhə əyyəudə fil küfri bə'də iz ənqəzəhullahu minhu kəmə yəkrəhə əyyuqzəfə finnər. Üçüncüsü də deyir, Allah onu küfürdən xilas etdikdən sonra küfürə dönməyi, atəşə atılmağı sevmədiyi kimi ikrah etməsidir. Yəni, şək yoxdur ki, yəni, qardaşların bir-birini sevməsi, Allah üçün bir-birini sevməsi ən əfsəl əməllərdəndir. Bu, zikr etdiyim dəlillər də o dəlillərin yalnız bir hissəsi idi. Hətta başqa hədisdə də Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, lən tədxulul cənnətə həttə tu'minu və lən tu'minu həttə təhabbu. Deyir ki, siz mömin olmayınca cənnətə girməzsiniz və bir-birinizi sevməyincə də mömin olmazsınız. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, sizə elə bir şey göstərinmi, onu öz aranızda yaysanız bir-birinizi sevərsiniz. Deyir ki, əfşüssəlamə beynəkum. Yəni, öz aranızda salamı yayın. Həqiqətən, yəni, Allah üçün sevmək, Allah üçün nifrət eləmək imanın ən möhkəm, ən bək düyünlərindəndir. Yalnız bir şeyə fikir vermək lazımdır ki, Allah üçün sevmək, Allah üçün nifrət etmək necə olur? Ona görə də qardaşın sualı çox gözəl oldu ki, qardaş deyir ki, bu necə olur? Və Allah üçün sevmək dörd şeydə olur. Dörd şeyə görə olur. Birinci, məkanı sevmək. Məkanı sevmək. Yəni, məkanı sevmək, o məkanı ki, o məkanları Allah Teala sevir. Məkkədir, Mədinədir, Məscid-ül Haramdır, Peyğəmbər sallallahu aleyhi və səlləmin məscididir, ümumiyyətlə bütün məscidlərdir. Bu məkanları sevmək. İkincisi, zamanı sevmək. Həcc aylarıdır, həcc vaxtıdır, Arafa günüdür, Ramazan ayını sevmək, Allahın sevdiyi zamanları sevmək. Üçüncüsü, əməli sevmək, namaz, oruc, zəkat, həz və s. Və dördüncüsü də əməl edəni sevmək. Əsas nədir? Yəni, əməl edəni sevməkdir. Və Allah üçün qardaşı sevmək də onun imanına və əməlinə görədir. Ona görə də nə üçün, yəni hətta əqidə məsələlərində zikr olunur ki, ən əfsəl sahabə Əbu Bəkir, Ömər, Osman, Əli, sonra 10 nəfər cənnətlə müjdələnənlər və sonra Bədir əhli, sonra ağacın altında beyət eləyənlər və sonra qeyri sahabələr. Nə üçün əhl-i-sünnə və cəmaa sahabələrin fəzilətini zikr edir. Tutaq ki, biz bildik ki, Əbu Bəkir radiyallahu anhu Abdullah bin Məsud radiyallahu anhudan əfsəldir.
Bu bizə nə verir? Bunun faydası nədir? Deməli, əgər Əbu Bəkir radiyallahu anhə əfsəldirsə, Əbu Bəkir radiyallahu anhunu daha çox sevməliyik. Nə üçün? Onda olan imana, onda olan Peyğəmbər sallallahu aleyhi və səlləmə itaətə görə. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərdə onun fəzilətini zikr edib. Yəni, Əbu Bəkir radiyallahu anhunun imanına heç kəsin imanı çata bilməz. Ona görə də hətta sahabələrdə belə hansı daha əfsəldir, daha imanlıdır, daha çox əməl edəndirsə, onlar daha çox sevilir. Və Allah üçün sevgi, Allah üçün nifrət də bunun üzərində qurulur. Yəni, insanın imanına, əməlinə görə. Əgər mən bu gün hər hansı bir qardaş məni Allah üçün sevirsə, mənim pis əməlimi görərsə, mənim pisliyimi görərsə və yenə məni o pisliyimin üzərində, yenə mənim o pisliyimlə yanaşı, yenə məni də sevərsə, artıq bu Allah üçün sevgi deyil. Bu şəxsi sevməyə yönəlir. Və yaxud son məsələlərdə fikir verirsən ki, qardaşlar deyir ki, Allah üçün səni sevirəm, qardaşı Allah üçün sevirəm. Amma bir də görürsən ki, insan sənə birdən-birə düşmən kəsirdir. Niyə görə? Deyir ki, məsələn, filan kəs nə üçün filan şeyxə rəddiyə verdi? Niyə görə bizim şeyximiz barəsində danışdı? Bu ona dəlalət edir ki, sənin mənə olan sevgin Allah üçün deyil. Allah üçün olan sevgi deyil. Yəni, dini ilə deyirsən o. Çünki Allah üçün olan sevgi əməlin, imanın üzərində olan sevgidir. Əgər sən həmin şeyxi sevirsənsə, həqiqətən Allah üçün sevirsənsə, sən onun etdiyi pis əmələ də nifrət etməlisən. Çünki sənin sevgin Allah üçündür. Allah üçün sevib, Allah üçün nifrət etmək də, yəni qardaş, budur. Nə üçün? Əmələ görə sevmək, imanına görə sevmək. Əgər nə qədər Allaha itaat eləyərsə, haqq yolda olarsa, Allahın dini üzərində, sələfin mənhəci üzərində, sünnə üzərində və Allaha itaatdə olarsa, bir o qədər onu sevirsən. Və nə qədər ki, Allahın yolundan çıxarsa, nə qədər ki, sünnədən çıxarsa, yalanlara düşərsə, fasiqliyə düşərsə, bir o qədər onun fasiqliyinə nifrət edirsən. Çünki sən onu Allah üçün sevib, Allah üçün nifrət edirsən. Və əhl-i sünnə və cəmaata görə də bir nəfərdə sevgi və buğz, nifrət cəm ola bilər. Yəni, elə insanlar var ki, onlar nifrət olunur, heç sevinmir. Şeytan kimi, kafirlər kimi. Və elə məxluqlar var ki, onlar sevilir, heç nifrət olunmur. Sahabələr kimi, mələklər kimi. Və elə məxluqlar var ki, onlara bir tərəfdən sevilir, bir tərəfdən də nifrət olunur. Yəni, adi müsəlmanlar kimi onları sevirsən əməllərinə görə və imanlarına görə və nifrət edirsən etdikləri günahlara görə və bidətlərə görə, fasiqliklərə görə. Yəni, Allah üçün sevmək, Allah üçün nifrət etmək budur. Və əhl-i sünnə və cəmaa yenə də bu məsələdə, yəni orta yoldadır. Çünki əhl-i sünnəyə görə möminlər, ümumi müsəlmanlar sevilib və nifrət olunurlar. Yəni, onlarda sevgi ilə nifrət cəm olunur. Amma xavaricilərə görə xeyr. Xavariclər nifrət edirlər. Murciyələr isə xavariclər nə edirlər? Nifrət edirlər. Çünki böyük günah sahibini təkfir edirlər, kafir görürlər və ona nifrət edirlər. Amma murciyələr isə onlar artıq sevməkdə həddə aşıblar, birbaşa sevirlər, onların günahlarına belə baxmırlar. Ona görə də bizə də vacibdir ki, bu məsələdə də əhl-i sünnə və cəmaatın yolunu tutaq, Allah üçün sevməkdə və Allah üçün nifrət etməkdə. Yəni, insan deyə bilər dilinə ki, mən səni sevirəm, Allah üçün səni sevirəm, Allah üçün səni sevirəm. Xeyr, Allah üçün sevmək və Allah üçün nifrət etmək ancaq belə olur. Allahın dininə, Allahın yoluna, Peyğəmbər s.ə.v minhəcinə, sünnəsinə və tabiçiliyinə görə sevirsən və nə qədər o qədər ki, müxalif olursa, ona
bir o qədər də nifrət edirsən. Bir də ki, bir şey qeyd edeyim ki, qardaş, yəni əhl-i sünnə və cəmaatın sevgisi və nifrəti Allah üçün olur. Amma hizbilərin, bidətçilərin sevgisi isə şəxslərin üzərində olur. Ona görə də hizbilik nə deməkdir? Hizbilik şəxsə görə sevmək və düşmənçilik etmək deməkdir. Hətta Şeyxülislam İbn Teymiyyə rahmehullah bu barədə deyir ki, yəni bidət əhlinin sifətindəndir ki, onlar özlərinə Peyğəmbər sallallahu aleyhi və səlləmdən qeyri bir şəxsi götürürlər və əhl-i sünnə və cəmaatdan başqa bir cəmaat götürürlər və Quran və sünnədən başqa bir rəy götürürlər. Həmin şəxsin və həmin rəyin və həmin cəmaatın üzərində dostluq və düşmənçilik qururlar. Bu kimin sifətlərdir? Bidət əhlinin sifətidir. Hətta başqa yerdə Şeyxülislam deyir ki, kim imamlardan, yəni alimlərdən, əimmə arbadan, yəni hər hansı bir imamdan birinə təqlid eləyərsə, ona təəssübkeşlik eləyərsə, onun üzərində dostluq və düşmənçilik qurarsa və başqalarını tərk edərsə, həmin insan Əbu Bəkir radiyallahu anhunla Ömər radiyallahu anhunu özlərinə dost tutub, yerdə qalan başqa sahabələri təkfir edən xavaricilər və əhl-i beyti özlərinə dost tutub, yerdə qalan başqa sahabələri təkfir edən rafizlər kimidir. Yəni, bu, bidət əhlinin nəyidir? Sifətidir. Şəxslərə görə insanla dostluq və düşmənçilik etmək. Ona görə də indi görsən ki, bəzi qardaşları ittiham eləyənlər hizbilikdə, nə bilim, mumeyhilikdə görsən ki, əslinə hizbiliyə də, bidətə də, mumeyhiliyə də onların özləri düşüblər. Nə üçün? Çünki dostluğu və düşmənçiliyi şəxsin üzərində qurublar.